5-ci fəsil əzan və iqamə arasında dua etməyə rəğbətləndirmək. Ənəs ibn Məlik radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem elə buyurmuşdur. Əd-dua beynəl əzəni və iqaməti lə yurad. Əzan və iqamə arası dua rədd olunmur, geri qaytarılmır. Səhl ibn Sa'd radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem elə buyurmuşdur. Sə'ətəni tuftahu fihimə əvvabus səmə. 2 saat, 2 vaxt var ki, o vaxtlarda səmanın qapıları açılır. Və qalləmə turaddu alə da'in dəvətuhu. Və dua edənin duası qəbul olunur. İndə hudur nidai, əzan vaxtı və saffi fi səbillə. Və ikincisi də Allah yolunda səfdə, döyüş cərgəsində durduğu vaxt. Başqa ləfsdə isə buyurur ki, fintani la turaddan əv qalləmə yuraddən. 2 dua rədd olunmur və yaxud da çox az rədd olunar. Əd-dua ində nidai, əzan vaxtı dua etmək və indəl bəs və döyüş qızışan vaxtı heynə yulhimu ba'duhum ba'da. Yəni döyüşdə qoşunlar bir-birinə girişdiyi vaxt, artıq döyüş başlayan vaxtı dua rədd olunmur, dua qəbul olunur. Və bir də əzan vaxtı, həm əzan qurtardıqdan sonra və həmçinin iqamə vaxtı. Ümumiyyətlə, əzan və iqamə arası bu müddət ərzində dua rədd olunmur. Başqa ləfsdə isə ində huduri salə, namaza gəldiyi vaxt, namaz başlayan vaxtı. Abdullah ibn Amr deyir ki, ənə rəculən qalə, bir kişi dedi ki, ya Rasulallah, ey Allahın elçisi, innəl müəzzinin yaftulunə, həqiqətən müəzzinlər bizdən üstün olurlar, bizi ötürürlər, fəzilətdə bizdən qabaqdadırlar. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, qul kəmə yəqulun, onların dediyi kimidir, fəidən təhəytə fəsəl tu'ta, və dediyini bitirdikdə istə sənə veriləcək. Yəni, əzan verildi, əzanı təkrarladın və sonra Allah Teala'dan istəyərək dua etdin, nəysə bir şey istədinsə, Allah Teala sənə istədiyini verəcəkdir. Çünki bu vaxt dua rədd olunmur, əksinə dua qəbul olunur. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi Peyğəmbər sallallahu aleyhi ve sellem şəfaətinə nail eləsin və Allah Teala bizə mənfəətli, faydalı elm versin və bizə öyrətdiyi ilə bizə mənfəət versin. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və atubu ileyk.